Photoshopda növbəti mövzu transformasiya. Gəlin baxaq görək ümumiyyətlə transformasiya deyiləndə nə nəzərdə tutulur, bu bizə harda fayda verə bilər. Tutaq ki, belə bir foto var əlimizin altında. Bunun ölçülərini böyüdüb balacalaşdırmaq istəyirik. Bütün kanvası yox. Yəni kanvas qalacaq yerində kənara hətta qoyub boş olsun, amma biz bu şəkli götürüb proporsional böyüdüb balacalaşdırmaq istəyirik. Biz daha əvvəl layerlə tanış olanda danışmışdıq ki, əgər bir şəkil Photoshopda atılıbsa, o kilitlənmiş blokda olan background layerindən ibarət olur, hansı ki biz onu indiki halda transformasiya edə bilmərik. İlk öncə onu kilitdən çıxartmaq lazımdır. Kilit işarəsinin üzərində tıklamaq bunun üçün kifayətdir. Əslində layerlərlə işdə biz bunu göstərməli idi, unutmuşuq. Bir layeri, istənilən hətta layeri təzədən bloka salmaq istəyirsə, kilitləmək istəyirsə, çox asan həmin bu kiliti təzədən burada tıklamaq kifayətdir ki, o bloka düşsün. Elə eyni qaydada onu deaktiv eləyə bilərik. Biz bu şəkli balacalaşdırmaq istəyirik. Sizdə təbii ki, bu görüntü bu şəkildə olacaq. Əslində əvvəlki dərslərdə bunu qeyd etmək istirdim. Mən öz iş prosesimdə, yəni illərlə bu iş ardıcıllığına, prosesə, məntiqə öyrəşmişəm. Mənə narahatdır ki, istənilən layeri seçəndə hər dəfə kənarında bu şəkildə frame, bir çərçivə əmələ gəlsin. Ona görə mən bunu həmişə söndürürəm. Show Transform Control budur. İstənilən bir layer seçiləndə avtomatik onun kənarında transformasiyanı kontrol edən belə bir çərçivə yaranır. Mən bunu istəmirəm, ona görə bunu həmişə söndürürəm. Əgər transformasiya eləmək istəyirəmsə, transformun T-sından yadda saxlaya bilərik. Ctrl-T hotkey kifayət edir ki, avtomatik həmin transform çərçivəsi şəklin ya da ki layerin ətrafında əmələ gəlsin. Bundan sonra bu künclərdən və ya mərkəzdəki markerlərdən tutub biz şəkli balacalaşdıra və ya böyüdə bilərik. Şəkil olması şərt deyil, istənilən layer üçün bu keçərlidir. Təbii ki, heç bir şeyi tıklamadan əgər böyüdüb balacalaşdırırıqsa, layer proporsional, yəni orijinal ölçü nisbətləri qorunmaqla böyüyəcək və ya balacalaşacaq. Bəzən olacaq ki, istisna hallarda, bəzən olacaq ki, biz bu nisbəti pozmalı oluruq. O zaman shift'i basıb saxlayıb istənilən istiqamətə hərəkət elətdirsək, şəklin başına belənçində mənasız oyunlar aça bilərik. Əgər bir transformasiya sizi qane eləmirsə, o zaman escape-i basmaq kifayətdir ki, layer öz əvvəlki görüntüsünə geri qayıtsın. Ctrl-T balacalaşdırdıq, böyütdük. Məsəl üçün bu şəkli mən kanvasın ortasına gətirmək istəyirəm. Götürüb belə bu şəkildə mərkəzə dartsam, şəkil kanvasın təxminən mərkəzinə düşmüş olacaq. Transform deyəndə ilk ağlımıza gələn budur. Böyütmək, balacalaşdırmaq. Scale adında bir termindir. Və onun qonşusu da rotate, fırlatmaq. İstənilən bir layeri biz istənilən bucaq altında fırlada bilirik. Command Z eləyim. Bunun üçün nə etmək lazımdır? Kənara gətirdikdə kursoru, çünki düz kənarında böyüdüb balacalaşdırmaqla məşğul olan bu kursor idisə, biraz kənarda isə ikonkadan da bəllidir, təsvirdən də bəllidir. Bir mərkəz ətrafında layeri fırlada bilirik. Əgər fırlatdıq, bizi qane eləmirsə, təbii ki, istənilən halda Ctrl-Z-i basmaq kifayətdir. Fırladanda təsadüfi rəqəmlər deyil də, müəyyən məntiqlə bunun fırlanmasını istəyiriksə, görürsünüz, burada kursorun yanında neçə dərəcə altında fırlatdığımız görünür. Hal-hazırda 0-dır, növbət dəfə 15 dərəcə, 30, 45, hər 15 dərəcədən bir obyekti fırlatmağa kömək eləyir Shift butonu. Shift'i basıb saxlamaq lazımdır bunun üçün. Ctrl-Z eləyək, çünki Shift-siz istənilən dərəcədə bunu eləyə bilərik. Əgər ümumiyyətlə transformasiyanı istəmiriksə, Escape-i basmaq kifayətdir. Biraz əvvəl dediyim kimi. Ən məşhur transform funksiyalarından biri şəkili üfüqi istiqamətdə, yəni bu şəkildə çevirmək. Biz buna deyirik flip, ya da ki vertikal istiqamətdə. Ctrl-T eləyək, sağ düymə, aşağıda görürsünüz, bunun üçün ayrıca bizim bir alt qrupumuz var. Flip horizontal, yəni üfüqi istiqamətdə çevirmək və ya flip vertical. Bunun təbii ki, daha rahat variantı əslində budur. Hazır sağ tərəfdə Properties pəncərəsində buna cavabdeh olan ikonkalar var. Transform aktiv olduğu halda işləməyəcək, onun üçün transform rejimindən çıxmaq lazımdır. Əgər Ctrl-T etmişiksə, yəni transform rejimində isə, o zaman sağ düyməni basıb flip horizontal və ya flip vertical eləmək kifayət edəcək. Escape-i basaq və çıxaq bu rejimdən.
Bizim əslində Ctrl+T etdikdən sonra sağ düyməni bassaq, burada bəzi fərqli əslində aktiv istifadə edəcəyimiz bir çox transformasiya funksiyaları var. Bunlardan ən məşhuru da təbii ki, Warp-dur bəlkə də. Warp-la bağlı irəlidə bizim ayrıca dərsimiz olacaq. Ümumiyyətlə bir səbəbdən bu transform funksiyalarını menyuda görmək istəyirsə, onları editdən bu hissədə tapa bilərsiniz. Xüsusən də transform içində hətta görürsünüz, bura daha genişdir. Amma gəlin bir dizaynerin praktikada bu transformu belə deyək, istifadə edəcəyi başqa bir nümunəyə baxaq. Ta ki, hər hansı bir posteriniz var. Bu posteri istəyirsiniz ki, müştəriyə, nə bilim, onun elə özünün ofisinin ya da ki, ta ki, hansısa bir ünvanında yerləşən binanın üstündə yerləşdirəsiniz. Biz götürək bu şəkili, əvvəlcə bu layerə daşıyaq, daha doğrusu bu fayla daşıyaq. Həm də bunu öyrənmiş olaraq. Bir də o posteri sonra bu aşırı belə perspektivdə görünən divara oturtmağa cəhd edəyəm. Birinci, mən bunu kiliddən çıxardım. Sonra Ctrl+C, yəni copy menyudan budur, edit copy, hotkey də budur. Gəlirik digər şəklimizə və Ctrl+V. Ən məşhur kopyalama və paste eləmək funksiyasıdır bu. Çox kiçik ölçüdə, amma çox da önəmli deyil. Bir dəqiqə bizə ölçüdənsə daha çox bu düz bucaqlı formadakı posteri bu aşırı perspektivdə olan divara necə oturtmaq lazımdır. Daha çox bizə bu maraqlıdır. Bu şəkli seçməkdə məqsədim də odur ki, bu düzgün perspektivi tapmaq üçün burada olan bu xəttlər, üfüqi və horizontal xəttlər, daha doğrusu üfüqi və şaquli xəttlər bizə kömək edəcək. Posterimi götürmüşəm, Ctrl+T və biz adi halda böyüdüb balacalaşdırmağı bilirik, amma burada sadəcə böyüdüb balacalaşdırmaq deyil də, bir tərəfə əymək lazım gələcək. Bunun üçün sadəcə Ctrl-u basıb saxlayıb, sonra lazım olan markerlə aşağı və ya yuxarı doğru hərəkət elətdirmək lazım gələcək. Mənim posterimin yuxarı kənarı ilə bu kərpicin konturları bir-birinə paralel olmalıdır. O zaman onu nəzərə alıb, tutaq ki, təxminən bu şəkildə saxlayaq. Yəni bu xəttlə posterin kənarı, gəlin biraz yaxınlaşdıraq. Yaxınlaşdırıb uzaqlaşdırmaq üçün klassik variantda klaviaturada Ctrl+, Ctrl- hotkeyləridir. Probeli basıb saxlayıb hərəkət elətdirək və ümumi aşağı-yuxarını bir kənardakı markerlə eləyirdiksə, Ctrl-u basıb saxlayıb istənilən nöqtədə götürüb konkret hansısa bir küncüdə istədiyimiz kimi, yəni bu divarın üstündə xəttlərə paralel şəkildə yerləşdirə bilərik. Tutaq ki, baxın bu yuxarıdakı xəttlə bu xəttin üstünə düşsün. Yəni təxminən bu şəkildə biz paralelliyi qorumuş olduq və axırda da enter və ya checkmark ikonkasını basmaq kifayət eləyəcək. Biraz uzaqlaşdırıb baxaq. Bəli, yəni ki, aşırı dərəcədə perspektivdə olsa da bizim divarımız, posterimiz hal-hazırda bu divarın üstünə oturmuş oldu. Yəni müştəriyə bu şəkildə işinizi göstərib görüntünün perspektivini onun nəzərinə çatdıra bilərsiniz. Transformla bağlı yəqin ki, düşünürəm hələlik bilməli olduğumuz məqamlar bu qədər. Eyni qaydada mənim də etdiyim kimi İstənilən bir şəkili götürün, onu kiliddən çıxartdıqdan sonra fərqli transform alətlərini və ya funksiyalarını bu şəkildə tətbiq edin. Sonunda da işinizi biraz da çətinləşdirmək üçün bir poster və ya istənilən bir təsviri götürüb hansısa perspektivdə, yəni ön planda olmayan bir divara oturtmağa çalışın. Bu şəkildə maraqlı bu funksiyaları, transform funksiyalarını yaddaşda saxlamış olarsınız. Biz isə növbəti dərsdə görüşərik.